Allah Teala'nın rəhmətini ümid etmək və həmçinin rəhmətindən ümid kəsməkdən, məyus olmaqdan təhzir etmək haqqında. Yəni insan Allahın rəhmətindən heç vaxt ümid üzməməlidir. Allah Teala qullarına qarşı mərhəmətlidir və Allah Teala'nın rəhməti qəzəbini qabaqlamışdır. Buxari Müslimdə gələn hədisdə Əbu Hüreyrə radiyallahu anhudan deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur: İnna Allaha kətəbə kitaben fəhvə indehu fəvqəl arş. Allah Teala kitab yazmış, onun yanında, ərşin üzərində onun yanındadır. İnna rahmeti səbəqət qadabi. Mənim rəhmətim qəzəbimi qabaqlamışdır. Və Allah Teala Quranda buyurur ki, və rahmeti vəsiət kullə şey. Mənim rəhmətim hər şeyi ehtiva etmişdir, yəni əhatə etmişdir. Allah Teala qullarına qarşı rəhimlidir. Və Allah Teala istəyir ki, qulları iman gətirsin, tövhid əhli olsun. Və Allah Teala qullarına bunu əmr etmişdir. Və Allah Teala qullarından imana, yəni iman gətirməsinə razı qalır və onların küfr etməsinə, fasiqliyinə və asiliyinə isə razı qalmır, bunu xoşlamır. Və buna görə də müsəlman bilməlidir ki, Allah Teala şəfqətlidir, rəhimlidir. Lakin bir çox insanlar isə qəflətdədir və bundan üz çevirirlər. Allah Teala buyurur ki, وَحَمَلَهَا الْاِنْسَانِ اِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا. Yəni o əmanəti insan daşıdı, insan zalım və cahildir. Yəni insan olaraq zalım və cahildir. Yəni insan bundan, yəni zülmdən və cəhalətdən nə ilə qurtarır? İman gətirib əməl etməklə. Yəni Allah Teala bəndələrinə qarşı rəhimlidir və onlar üçün rəhmət qapısını açmışdır. Və həmçinin digər bir çox qapıları açmışdır. O qapılar da Allahın rəhmətinə aparır. Və bunların içərisində Allahın rəhmətinə aparan qapılar içərisində ən əzəmətli olan tövhiddir. Yəni insan tövhidi gerçəkləşdirməsi və həmçinin Allaha şərik qoşmaqdan çəkinməsi Allahın rəhmətini qazandıran ən böyük səbəb sayılır. Və buna görə də insan tövhid kəlməsini və onun rükunlarını gerçəkləşdirməli. La ilahə illallah.